Salam əziz izləyicilər, necəsiniz? Xoş gördük hər birinizi. Neçə gündür video çəkənmirdik. Yenidən başladıq video çəkməyə. Kanalımıza siz də abunə olun, dəstək olun, yorumlar yazın bacaran qədər. Yoxlayaq, bu gün də deməli yığapar almışıq. Burada armud çıxdı. Kivi çıxdı. Alma çıxdı. Moruk. Nar, ananas, armuddan başqa bütün meyvələr çıxdı. İkincini yoxlayaq. Alma, qarpız, ananas, armud, ərik. Bunda heç uduş yoxdur. Bu yığaparlarda heç almağa dəyməz. Prosto qızıldan yox deyə məcbur video çəkək deyə bundan aldım. Burada moruk var. Aha, moruk 2 manat dostlar udduq. Burada nədir? Oy. Mən birinci səfərdə belə bir şey görürəm. 2 dənə arxa-arxaya moruk çıxdı. Yəqin ki bu 4 manat eləyir. Əla. Oy. 3 dənə moruk çıxdı. Bu 6 manat eləyir. Yəni birinci dəfədə belə bir şey görürəm. 4 dənə moruk çıxdı dostlar, 8 manat. Elə dedim ki bunda uduş yoxdur. 8 manat. Sonuncu da morukdur dostlar. Yəni belə bir şey mən həqiqətən ilk dəfə gördüm. Yığaparda 1, 2, 3, 4, 5 dənə meyvə arxa-arxaya bəxtimizə çıxdı. Həqiqətən ilk dəfədir. 2, 4, 6, 8, 10 manat. Allah gözəl, sevdim morukları. Bu birinci buradan pozaq. Portağal. Burada albalı. Burada üzüm. Burada armud. Burada mango. Bunda da nar. Bu içində uduş olmadı. Birdən o udduğumu pozaram. Başlayaq 7-dən. Birinci çarpanını yoxlayaq. Burada 1x çıxanda çox vaxt verir. Amma yenə də yoxlayaq. Burada 1, 6, 3. Bunu heç almağa dəyməz. Bunu uduş mən udduğum yadımdan çıxıbdır. 9, 2, 7-dən başqa bütün rəqəmlər çıxdı. 4, 8. Deməli bugün qazançlı çıxdıq. 4 dənə yığapar aldıq. Bir dənə 2 manat, elə də 6 manat, 10 manat udduq. 4 manat qazançlıyıq. Çox sağ olun izlədiyiniz üçün. Kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.